tam fərqli bir kabakdan resept paylaşıram sizlərlə. Kabak sevmirsinizsə belə bu reseptlə hazırlasanız inandırım sizi bəhbəhlə yeyəcəksiniz. İlk öncə tavaya yağlı kağızı əlavə edirəm. Üzərinə kabakları əlavə edirəm və kabakların qabığını soyub qub şəklində doğrayıram. Uzunsov şəkildə doğradığım 1 ədəd soğanı, 3 diş sarımsaq, 2 ədəd kök və üzərinə xırda şəkildə doğradığım toyuğun sinətini əlavə edirəm və sonda isə bol ədva əlavə edirəm. Duz, istiot, sarı kök, bol paprika, kimyon və üzərinə bol zeytun yağı da gəzdirib yağlı kağızda yeməyin hər tərəfini bükürəm. Yəni yemək parda bişəcək. Sobada bişirmirəm, qazın üzərində bişirirəm və yağlı kağızı bu şəkildə bükdükdən sonra tavaya su əlavə edirəm və qapağı örtülü şəkildə 40 dəqiqəyə yaxın bişirirəm. Əgər görsəniz su quruyursa yenidən tavanın dibinə su əlavə edə bilərsiniz və 40 dəqiqədən sonra bu ləzzətli yemək hazır olur. Hazır olduqda da tavada bu şəkildə qaçışdırıb servis edirəm. Çox ləzzətlidir. Yəni buradan həm iyisini, həm dadını sizə necə ötürüm bilmirəm, amma mütləq bu yeməkdən hazırlamağı hər kəsə məsləhət görürəm. Dadını çox bəyənəcəksiniz. Hazırlayacaq olan hər kəsə nuş olsun.